İngilis dilində danışıq üçün lazım olan qrammatika ilə qarşınızdayım. Nə qədər istəsək də qrammatikasız ingilis dili mümkün deyil. Əksinə, qrammatikanı bildikcə ingilis dili sizə daha asan gələcək. Bəs ingilis dilində düzgün danışığın təməli nədir? Nədən başlayır? İlk növbədə biz hər hansı bir mövzu haqqında danışarkən kim, nə, hara suallarından birinə cavab verən sözlərdən istifadə edirik. Yəni mübtədadan. Azərbaycan dilində mübtəda, ingilis dilində subject adlanır bu sözlər. Və ya şəxs əvəzlikləri ilə. Yəni mən, sən, o, biz, siz, onlar. İngilis dilində I, you, he, she, it, we, yenə you, siz mənasında və they. Daha sonra cümləmizi nə ilə qururuq? Təbii ki, bizə nə lazım olur? Feil. İngilis dilində verb. Feil deyəndə nə başa düşürük? Nə etmək sualına cavab verən söz. Getmək, gəlmək, yazmaq, oxumaq, öyrənmək. İngilis dilində go, eat, study, play, write. Daha sonra bizə hansı sözlər lazım olur? Nəyi, harada, nə zaman suallarına cavab verən sözlər lazım olur. Məsələn, məktəbə, evdə, dostumla, səni. İngilis dilində də uyğun olaraq to school, every day, at home, with my friend, you və s. Artıq biz bu mövzunu, yəni mübtəda, xəbər və tamamlıq mövzusunu bildiksə, sadə cümləni qurmağı bacarırıq. Məsələn, Azərbaycan dilində sadə bir cümlə götürək, mən pizza yeyirəm. Gördünüz, birinci mən gəldi, sonra pizza, sonra yeyirəm. Mübtəda, tamamlıq xəbər. İngilis dilində isə bu belə deyil. Söz sırası Azərbaycan dilində olduğu kimi deyil. İngilis dilində isə belədir. Mən yeyirəm pizza. Yəni mübtəda, xəbər, daha sonra tamamlıq gələcək. Və siz artıq 3 hissə ilə danışmağa başlayırsınızsa, bu söylədiyim 3 hissə ilə danışmağa başlayırsınızsa, qrammatikanın çox faizi artıq əlinizin altındadır. Artıq biz sadə cümləni qurmağı bacarırıqsa, gündəlik danışıq zamanı bizə lazım olan zamanları bilməliyik mütləq. Əzbər cümlələr etmədən, cümlələri əzbərləmədən bizə nə lazımdır? Zamanları düzgün şəkildə bilmək. Birinci bizə hansı zaman lazım olur ən çox? İndiki zaman. İngilis dilində bunu adlandırsaq present simple. Nəyimizə lazımdır present simple? Adətlərimizi, vərdişlərimizi, gündəlik halları ifadə eləmək üçün. Gündəlik başımıza gələn hadisələri, etdiyimiz hərəkətləri ifadə etmək üçün. Quruluşu necə idi? Çox sadə. Şəxs əvəzlikləri, mən, sən, o, biz, siz, onlar. Daha sonra ardınca feil gəlirdi. Bayaq söylədiyim söz sırası kimi. Və ondan sonra tamamlıq, arxasınca zərfliklər gəlirdi. Məsələn, I drink tea every morning. Mən içirəm çay hər səhər. Quruluş belə olmalıdır. Üçüncü şəxsin təkində isə feildən sonra s və ya es şəkilcisi qəbul edirdi. Feil s və ya es qəbul edirdi indiki zamanda. İndiki sadə zamanda daha doğrusu. Bu qaydanı əzbər bilməliyik ki, düzgün danışaq. Deməyək ki, she go to work by bus. Necə deməliyik? She goes to work by bus. Deməli, siz hər gün nə etdiyinizi və ya başqaları hər gün nə etdiklərini söyləmək üçün onlara lazım olan zaman indiki sadə zamandır və biz onun quruluşunu bilməliyik ki, doğru şəkildə danışa bilək. Bu qədər bəsit.